Salam, hər vaxtınız xeyir olsun. Dim toplusu 2025-ci il 11-ci siniflər üçün olan buraxılışında yeni suallar ki var. Onlardan biri essential, non-essential mövzusudur. Adjective clauses bölməsindən. Bu suallar yeni salınan bir neçə mövzu ki var. 2026-cı il 11-ci sinif imtahanına, yəni önümüzdəki imtahana düşə biləcək olan suallardandır. Təbii ki, görünüşü düşmə ehtimalı azdır, amma yenə də proqrama daxil olan yeni suallardır və bunları bilmək lazımdır. Deməli, şərtdə essential və ya non-essential yaza bilər. Essential mənası vacib, non-essential vacib olmayan deməkdir. Burada vacib və vacib olmayan nə mənadadır? Yəni, biz sizdən relative pronouns, yəni nisbə vəzirləri öyrənmişik. Məsələn, canlını who-la təyin edirik, cansızı which-lə təyin edirik. Bu təyin etdiyimiz cümlələrdə, yəni məsələn, tərcümə baxımından həmin bu təyin edici cümləni, yəni relative pronounla başlayan cümləni biz cümlədən çıxarsaq, cümlədə məna dəyişir yoxsa yox? Bunun müzakirəsidir tərcümə baxımından. Biraz tərcümə üstünlüyü təşkil edir. Təbii ki, yeni mövzuların demək olar hamısında. Bu mövzuda həmçinin təbii ki, sonda bunun daha rahat yolunu sizə deyəcəm, amma ilk öncə deməli məna baxımından, tərcümə baxımından başa düşək. Məsələn, birinci cümlədə deyir ki, people, insanlar who, kim ki yaşayır şüşə evlərdə shouldn't throw stones, daş atmamalıdırlar. Burada biz ortadakı nisbə vəzirinə başlayan cümləni who live in glass houses bu cümləni çıxarsaq, belə qalır cümlədə tərcümə baxımından. People shouldn't throw stones. İnsanlar daş atmamalıdırlar. Bu mənasız bir cümlə oldu. İnsanlar daş atmamalıdırlar. Burada isə məqsəd şüşə evdə yaşayan insanlar daş atmamalıdırlar. Onlara xüsusi aid olan bir qadağ olduğuna görə, yəni bu cümlədə biz artıq nisbə vəzirinə başlayan cümləni çıxarsaq, mənasız bir tərcümə alınır. Ona görə burada bu cümlə vacibdir. Bu cümləni biz çıxarda bilmərik. Ona görə bu essentialdır. Yəni biri doğru götürəcəyik. Essential şərtdə bizdən essential istəyir. 2-də də məsələn deyir people, insanlar kim ki yatırım ediblər şirkətdə, the company məlum bir şirkətdən söhbət gedir. Yatırım ediblər şirkətə. Have lost, itiriblər bütün pulunu. Biz burada yenə bu işarələdiyim, yəni who, which-lə təyin edici relative pronounla başlayan cümləni çıxarsaq, belə bir tərcümə alınır. İnsanlar itiriblər bütün pullarını. Bu da mənasız bir tərcümə olur yenə. Çünki burada şirkətə yatırım edən insanlardan söhbət gedir. Ona görə burada da ortadakı cümlə, yəni dairəyə aldığımız cümlə vacibdir, essentialdır. Onu çıxarda bilmərik. Amma üçüncü cümlədə məsələn deyir ki, yalnız təqribən 70 insan yaşayır, deyir Landiya adasında. 70 insan yaşayır Landiya adasında, hansı ki yerləşir Devonun sahilində. Deməli, burada Devonun sahilində yerləşən Landiya adasından söhbət gedirsə, burada which-lə başlayan cümləni çıxarsaq belə, yəni bu dairəyə aldığımız cümləni çıxarsaq belə, yenə də məna cümlənin ümumi mənası yerində qalır. Yalnız 70 insan, təqribən 70 insan yaşayır bu adada. Yenə də cümlə, yəni bu adanın biz deməli yerini, məkanını təyin etsək də olar, etməsək də olar. Zaten məkanın adı verilib, artıq bilinir hansı adadan söhbət gedir. Ona görə burada artıq non-essentialdır. Yəni burada artıq biz which-lə başlayan cümləni atsaq belə cümlənin ümumi mənası yerində qalır. Yəni cavab 1-2 olacaq. 4-ü də izah edək. Deməli 4-cü cümlə new college, yeni kollec, which hansı ki 80 milyon dəyərində tikilib, açılır bu həftə. Bu cümlədə the new college, yeni kollec açılır bu həftə də desə cümlə eynidir. Yeni kollec hansı ki 80 milyon dəyərindədir, dəyərində tikilib, açılacaq bu həftə yenə eyni mənaya gəlir. Ona görə burada artıq bu ortadakı dairəyə aldığımız bu cümlə non-essential, yəni qeyri-vacibdir, olmasa da olar. Bu ümumi izah idi. Məsələn 51-də də non-essential bizdən qeyri-vacibləri istəyir. Məsələn 1-də deyir ki, Marian Evans kim ki yazdı deyir, George Eliot adı altında yazırdı. Was a great novelist, böyük bir romansçı idi, novelist idi. Burada ortada who-la başlayan bu cümləni çıxarsaq belə, who wrote under the name of George Eliot, bu cümləni çıxarsaq belə, yenə də ümumi məna yerində qalır. Marian Evans böyük novelist idi. Yəni burada artıq ortadakı cümlə vacib deyil. Olsa da olar, olmasa da olar. Bu artıq non-essential, yəni vacib olmayandır. Ona görə biri götürürük. Məsələn, həmçinin 4-də də Aristotel təlim keçmişdi Plato tərəfindən. Kim ki əsasını qoydu? Athens Akademiyasının. Bu akademiyanın əsasını qoyan Plato və ya Plato yenə eyni mənadır. Yəni burada artıq yenə who-la başlayan cümlə olmasa belə Aristotel təlim keçildi Plato tərəfindən, yenə də məna eyni qalır. Ona görə burada da who-la və ya which-lə başlayan cümlə vacib olmadığına görə non-essential hesab edirik. Qalır cavab 1-dən 4. Amma ümumi olaraq, yəni bu tərcüməni eləyə bilməsəz, tərcümədə problem yaşasaz, daha rahat yolu nədir? Non-essential, essential mövzusunda non-essential vergüllə olanlardır. Yanına belə bir işarə qoyun. Non-essential vergüllə olan cümlələrdir. Məsələn, bax, 1-də burada vergül var. Deməli, bu non-essentialdır.
4-də də vergül var, non-essentialdır. 2 və 3 isə adətən bu belə deyək, bu topluluqda salınan yeni suallarda artıq bu formata salıblar deyə bunu rahatlıqla deyə bilirik ki, yəqin ki, imtahana da çox az ehtimaldır təbii ki, yenə də düşsə, yəqin ki, bu formada düşər. Yəni vergüllə olanlar non-essentialdır, qeyri-vacibdir. Yəni bunu cümlədən çıxarsan belə cümlənin ümumi mənası yerində qalır. Amma vergül olmayan, məsələn, 2-də vergül yoxdur, 3-də vergül yoxdur, 4-də vergül yoxdur. Bunlar essentialdır. Deməli, vergül olanlar non-essential, vergül olmayanlar essential. Təbii ki, burada baxırıq ki, 52-ci sualda bizdən non-essential istəyir. Cavab qalacaq 1-5 C variantı, yəni vergül olanlar. Növbəti sualımız birinci sual. Cavablardan göründüyü kimi should have feilin üçüncü forması olan qayda. Deməli, bu da tərcümə üzərindən başa düşülməli, dərk olunmalı bir qaydadır. Burada da yəni qeyd olunan məsələ odur ki, burada peşmançılıq artıq gec olan, yəni əvvəl edilməli idi artıq, edilməli olan, indi artıq gecdir onu eləmək. Peşmançılıq bildirən tərcümə ilə bağlı bir ifadədir. Məsələn, burada deyir ki, ikinci cümlələr həmişə açar cümlə olur. Yəni onlara əbəs yerə verilmir bizə. Onları tərcümə etməklə birinci cümlədəki tərcüməni tamamilə başa düşmüş oluruq. İkinci cümlədə deyir ki, now, indi all the rooms, bütün otaqlar are fully booked, yəni tamamilə booked, sifariş edilib, yəni tutulub, yəni rezerv bron edilib. İndi artıq deyir, bütün otaqlar tamamilə rezerv edilib. Deməli, otel rezervasiyasını earlier, daha erkən etməli idik biz. Yəni biz rezervasiyanı daha erkən etməli idik. Burada artıq peşmançılıq bildirir. Yəni artıq bütün otaqlar doludur artıq. İndi əlimizdən necə gəlmir? Əvvəl bunu belə etməli idik. Keçmiş zamana dair peşmançılıq, artıq gec olan bir hadisənin etməli idik mənasında, belə etməli idik, getməli idik, gəlməli idik, bu iş belə olmalı idi formasında olan cümlələr should, bax B variantı, yəni should, have, üstəgəl feilin üçüncü forması, təbii ki, üçüncü forması bilirsiniz, bəzən kökündən dəyişir, bəzən edinən bu formada düzəlir. Yəni burada zaten cavab Bakı variantı qalır. B variantıdır. Digər variantlarda problem nədir? Məsələn, D variantının qrammatik baxışdan baxsaq, should made deyilən bir şey ola bilməz. Çünki modal feillərdən sonra mütləq, dərhal feilin ana forması gəlməlidir. Birinci forması, made'in birinci forması make-dir. Qayda ilə məsələn D-ni buna görə ata bilərik. Burada tərcümə ilə biz rezervasiyanı əvvəlcədən, earlier var şərtdə, əvvəlcədən etməməli idik. Məna xətasıdır. Yəni, indi bütün otaqlar doludur. Biz əvvəlcədən etməməli idik. Bu düzgün tərcümə deyil. C ilə yenə onu görə atırıq. Qalır A ilə Bakı. A variantı doğrudur qrammatik baxımdan. Amma deyir ki, biz should make indiki zaman, ümumiyyətlə modal feillər can, should indiki və gələcək zamana işarədə əsasən biz deyir should make etməli idi rezervasiyanı daha erkən. İndi bütün otaqlar doludur artıq. Bu da mənasız tərcümədir. Bütün otaqlar doludursa biz artıq bundan sonra heç nə eləyə bilmərik. Etməli idik keçmiş zamanda. Bu should have made düsturudur. Tərcümə baxımından yaranan qaydadır. O birisi variantlarında niyə səhv olduğunu sizə izah etdim ki, yəni onlara da baxsaz bu xətalara görə, məsələn, C ilə Y tərcüməyə görə D variantı qrammatik baxımdan səhvdir. A variantı da həmçinin demək olar ki, tərcüməyə görə səhvdir. Çünki ikinci cümlədə artıq otaqları indi dolubsa artıq biz indi heç nə eləyə bilmərik. Etməli idik keçmiş zamanda, artıq gecdir. Bakı variantı olacaq. Burada da have, məsələn, modal feillərdən sonra feilin ana forması gəlməlidir. Have ana formadır zaten özündən sonra, amma həvəzətdən sonra üçüncü forma feil gələr. O baxımdan doğrudur. İkinci sual, bu videoda üçüncü qeydimiz yeni mövzulardan. Burada əsas məsələ to be about to və to be due to arasında olan fərqdir. Təbii ki, digər variantları da, yəni variant verilməlidir deyə verilir. Onların tərcümə baxımından mənalarını bilsək problem deyil. Amma əsas məsələ due to və about to fərqidir. İkisinin də mənası üzrə deməkdir. Yəni modal feil kimi sanki işlənir və feildən dərhal əvvəl gəlməlidir. Board burada qatara daxil olmaq və ya gəminin göyərtəsinə minmək, yəni gəmiyə və ya qatara daxil olmaq mənasında istifadə olunan feildir board və burada about to və due to-nun mənası üzrə mənasındadır. Yəni she was, o qatara daxil olmaq üzrə idi, qatara minmək üzrə idi. Yəni about və due to-nun ikisinin də mənası üzrə idi deməkdir. Təbii ki, burada məna çalarında fərq var, indi onu izah edəcəyik. Qatara daxil olmaq üzrə idi, nə zaman ki o anladı ki, o unudub onun pasportunu. İndi burada məsələ nədir? About to və due to ikisi də üzrədir mənasındadır, amma bunların arasındakı fərq nədir? About to həmin anda, digər bir hadisə baş verən anda həmin adamın bu hərəkəti həmin anda baş verirdi. Artıq həmin adam qatara minmək üzrə idi. Yəni o anladı ki, pasportunu itirib, həmin anda artıq minirdi qatara. Yəni planlaşdırılmış bir tarixdə baş verəcək bir hadisəyə işarə deyil. Həmin anda baş verirdi onun qatara minməyi. Amma due to isə gələcəkdə planlaşdırılmış bir məsələn
tarixlə, cədvəllə, rəsmi bir məsələ ilə bağlı olan, məsələn, tutaq ki, təyyarə saat 3-də, məsələn, indi saat hal-hazırda tutaq ki, saat 10-dur səhər, deyirik ki, saat 3-də çıxmaq üzrədir. Yəni saat 3-də çıxacaq, yəni çıxmaq üzrədir. Gələcək zamanda da hansısa planlaşdırılmış bir tarixə də işarə vuraraq deyə bilərik. Bu zaman due to verilir. Amma hal-hazırda hərəkəti icra edirik artıq. Həmin anda hərəkət baş verirsə, artıq about to olacaq. Yəni burada bir də tərcümə edeyim. She was, o board the train, qatara minmək üzrə idi. Nə zaman ki, o anladı ki, pasportunu evdə unudub. Bu zaman o pasportunu evdə unutduğunu və ya unutduğunu anladığı zaman o artıq qatara minirdi artıq. Həmin anda minirdi artıq. Həmin anda hadisə baş verirdi. Ona görə about olacaq. Məsələn, buna dair başqa bir sualda izahını verə bilərik. Deməli, məsələn, 13-cü sualda deyir ki, qatar is, qatar deməli about to və ya due to, təbii ki, burada A və B variantı qalacaq cavablarda. Digərlərinin, məsələn, near mənası yanındadır, of, aralı və ya kənardır bu, yəni düzgün işlədilmir. Bunlar sadəcə variant olsun deyə demək olar ki, verilir. Due to, about to üzrədir mənasında. Qatar gəlib çatmaq üzrədir platformaya. In 50 minutes deməli 15 dəqiqə ərzində platforma 5-ə gəlib çatmaq üzrədir. Artıq burada təyin olunmuş bir vaxt var. 15 dəqiqə ərzində gəlib çatacaq. Yəni proqramlaşdırılmış bir vaxt, cədvəllə, hərəkət cədvəli ilə, proqramla gedən bir məsələdir. 15 dəqiqə ərzində gəlib çatmaq üzrədir. Yəni o həmin anı gözləyir. Planlaşdırılmış, əvvəlcədən təyin olunmuş bir vaxtı gözləyir. Bu zaman due to olacaq. Bu da belə sadə qaydada məncə. Bu da tərcümə baxımından lazım olan məsələdir.